Ekranlara baxırsan, ekranlarda aparıcılarımız səviyyəsiz, sözün əsl mənasında riçtəsi olmayan, intellekti olmayan, tarixi bilməyən, ancaq hır, mır, zır, bax belə şou yaradan aparıcılardır. Onlar bilmirlər. Sözün əsl mənasında toy müğənnilərini yığırlar ora. Xeyir olsun toy müğənniləri. Orası sənətkarlar lazımdır. Sənətkar sözün əsl mənasında. O üzr istəyirəm bu hacının altından çıxıb bu hacının altına girən yüzlərlə şortları çıxardırlar. Adam əsəbləşir, baxa bilmir. Mənim bu ikinci ərimdir, qanunsuz ərimdir, nikahım ərimdir. İstəsəm 8 dəfərə gedərəm, istəsəm 15 dəfərə gedərəm. Bu qancıqları üzr istəyirəm ifadəmi. Niyə çıxardınız səfərə? Çaqqallar, şərəfsizlər. Adam bilmir, dövlətin o qədər problemi var, xalqın problemi var, millətin problemi var, təhsil problemi var, səhiyyə problemi var, aptek problemi var, dərmanlar problemi var. Bunların hamısının bəyəmləri ekran həll eləməlidir. Ekran dövlətin dilidir, millətin dilidir, xalqın dilidir. Bunları ekrana çıxartmaq